Salam, xoş gördük hər birinizi. Keçən həftə idarə etdiyim kanalın, yəni Logos and Life kanalının abunə sayı 500 nəfəri keçmiş oldu və buna görə də biz bu günləri kanalın fəaliyyət prinsipi və onun əsasında dayanan fəaliyyət fəlsəfəsi haqqında qısa şəkildə müzakirə aparmaq istəyirik. Öncə qeyd edək, kanal peşəkar YouTuber fəaliyyəti kimi nəzərdə tutulmamışdır və bu məqsədlə mümkün qədər geniş auditoriyanın toplanılması, daha çox baxış sayının əldə edilməsi məqsədini daşımır. Bu daha çox akademik sahənin müxtəlif bölmələri, məsələn, məntiq, fəlsəfə və elmin bəzi sahələri ilə maraqlanan, ola bilsin ki, ixtisaslaşmış bir auditoriyanın formallaşdırılması məqsədini daşıyır. Daha doğrusu auditoriyanın formalaşdırılması da deyil, yəni fikirlərin həmin auditoriyaya çatdırılması məqsədini özündə ehtiva edir. Bu məqsədlə, yəni auditoriyaların bir virtual məkanda uzantısı olaraq, davamı olaraq bu kanal qəbul edilə bilər, bu kanal qiymətləndirilə bilər. Yəni biz adətən akademik mövzuları universitet auditoriyalarında müzakirə edirik, amma müxtəlif səbəblərdən universitet auditoriyaları heç də bütün mövzuların müzakirəsi üçün əlverişli deyildir. Eyni zamanda seçilmiş olan mövzuların daha dərindən müzakirəsi üçün də əlverişli deyildir. Yəni hər bir akademik tədris, yəni bu 15 həftəlik tədrisi nəzərdə tutur və fəlsəfə və məntiq üçün ayrılan saatlar isə adətən ya 30 ya 60 saat olur. Bu da bir çox hallarda 7 və ya 8 mühazirənin müzakirə edilməsi imkanını yaradır. Yəni 30 saatlıq dərslərdə biz yalnız 7 və ya 8 mühazirəni müzakirə edə bilirik. 60 saatlıq dərslərdə isə nisbətən imkanlar genişdir. Yəni biz 15 mövzu seçə bilirik. Amma bizim maraqlı hesab etdiyimiz, yəni öyrəndiyimiz, üzərində tədqiqat apardığımız mövzuların sayı daha çoxdur. Yəni bunların sayı 15-dən daha çox ola bilir. Və əgər universitet auditoriyaları, formal təhsil sistemi bunun üçün bizə əlverişli şərait yaratmırsa, biz bu məqsədlə virtual dünyanın, virtual məkanın imkanlarından istifadə edə bilərik. Əgər bunu dinləməyə maraq göstərən, nisbətən kiçik həcmli də olsa bir ixtisaslaşmış xüsusi bir auditoriya vardırsa, yəni bunu etməmək üçün heç bir məntiqi səbəb mövcud deyildir. Əgər maraq varsa, əgər diqqət varsa, əgər istək varsa, deməli biz virtual imkanlardan istifadə edib universitet auditoriyalarında imkan tapmadığımız mövzuların, eyni zamanda həmin mövzuların dərindən müzakirəsinə imkan tapmadıqda belə biz onları məhz YouTube kanalı vasitəsilə müzakirəsini və analizini həyata keçirə bilərik. Beləliklə, ümumiləşdirsəm, birinci istiqamətdə bu virtual bir auditoriya funksiyasını özündə daşıyır. Ən azı, yəni bizim kanalda əsas playlistlər bu mühazirələrin seçimi ilə bağlıdır. Yəni müxtəlif mövzular üzrə silsilə, sistematik xarakterli mövzuların seçimi onların izahı ilə bağlıdır. Yəni zehin fəlsəfəsi, məsələn, görə bilirsiniz, artıq bir video yerləşdirilib, bir mühazirə yerləşdirilib. Hind fəlsəfəsi, yəni burada da artıq bir mühazirə vardır. Kognitiv elmə aid bizdə bir mühazirə yerləşdirmişik, epistemologiyaya aid 2 mühazirəmiz vardır. Tarix fəlsəfəsi və qeyri-formal məntiqdə bizim mühazirələrimizin sayı nisbətən çoxdur. Müvafiq olaraq 7 və 11 mühazirəni siz artıq dinləyə bilərsiniz. Və əsas səhifədən biz keçid alsaq, biz burada
müxtəlif playlistlər və mövzular üzrə mühazirələri də xüsusi olaraq qruplaşdırmışıq. Məsələn, burada siz məntiq bölməsinə daxil olsanız və ingilis dilində olan playlisti nəzərə almasanız, əsas 3 playlistə rast gələcəksiniz. Yəni bunlardan birincisi qeyri-formal məntiqə aiddir. Yəni qeyd etdiyim kimi 11 mühazirəni siz buradan dinləyə bilərsiniz. Və ikincisi bu propozisional məntiqdir. Yəni bununla da bağlı burada 3 mühazirə öz əksini tapmışdır. Və beləliklə, məsələn, nəzəri fəlsəfə bölməsinə daxil olsanız, burada da birinci ingiliscə olan playlisti nəzərə almasanız, siz nəzəri fəlsəfə ilə bağlı hələlik yalnız epistemologiya sahəsində 2 mühazirəni dinləyə bilərsiniz. Və diqqət yetirirsinizsə, biz hər bir bölmədə, yəni mühazirələrdən başqa ümumi mövzular yazılmış playlistləri də yerləşdirmişik. Məsələn, məntiqdə ümumi mövzular playlisti var. Nəzəri fəlsəfədə metafizika və fəlsəfənin özünə aid ümumi mövzular playlisti vardır. Və sual verə bilərsiniz ki, bunların bir-birindən fərqi nədir? Yəni, fərq ondan ibarətdir ki, mühazirə tipli videolar, bunlar sistematik ardıcıl şəkildə mövzuların izahına həsr edilib, amma ümumi mövzularda mövzuların seçimi qeyri-sistematikdir. Biz sadəcə maraq kəsb edən və məzmun etibarilə bir-biri ilə bağlı olmayan ayrı-ayrı mövzuların izahını həyata keçirmişik. Və bu şəkildə siz, məsələn, kognitiv elm bölməsinə daxil ola bilərsiniz. Burada ingilis dilində 2 playlist var. Onu nəzərə almasanız, siz kognitiv elm və zehin fəlsəfəsi ilə bağlı hərəsində bir mühazirəni dinləyə bilərsiniz. Hind fəlsəfəsində də bu şəkildə. Bizdə Hind fəlsəfəsinə aid bir mühazirə var və Buddizm və yoga ilə bağlı ümumi xarakterli bir mühazirə yerləşdirilmişdir. Tarix fəlsəfəsində ancaq mühazirələrdir, yəni 7 mühazirə var. Din fəlsəfəsi ilə bağlı bizim hələlik heç bir mühazirə mövzumuz yoxdur, yəni video formatda mühazirəmiz yoxdur. Mifologiya ilə də bağlı biz sadəcə ümumi xarakterli 2 video yerləşdirmişik. Və biz mühazirələr ilə bağlı fikirlərimizi burada tamamlaya bilərik və son olaraq qeyd etmək istəyirəm, mühazirələrin formatı da əsas 2 formatda həyata keçirilmişdir. Məsələn, biz propozisional məntiq sərbəsinə daxil olsaq, məsələn, buradan ikinci mühazirəyə keçid alsaq, yəni bu formatda olan mühazirələr, bunlar təqdimat formasında həyata keçirilir. Düzdür, təqdimatlar ingilis dilində yazılmışdır, amma izahatların hamısı Azərbaycan dilindədir. Və burada da əsas məqsədlərdən biri, yəni ingilis dilində olan adlar ilə Azərbaycan dilində olan adlar arasında bağlantının qurulmasıdır, formalaşdırılmasıdır. Yəni, yeri gəlmişkən qeyd edək, yəni mühazirələr məzmunu etibarilə əsasən bizim tədris məkanımızda təqdim edilən eyni adlı mühazirələrdən əsaslı şəkildə fərqlənir və istər proqram, istər məzmun, istər dil etibarilə əsas model olaraq aparıcı qərb universitetlərinin tədrisində nəzərdə tutulan metod, dil, proqramlar, kitablar və s. Əsas götürülmüşdür. Və buna görə də bizdə həm də vacib məqamlardan biri, yəni onlarda istifadə edilən və ingilis dilində artıq əgər belə demək mümkündürsə, bir vətəndaşlıq hüququ qazanmış olan anlayışların, adların, terminlərin bizim dilimizdə necə ifadə edilə bilməsi ilə bağlıdır. Yəni, təbii ki, biz mühazirələrdə hamısını izah edə bilmərik. Yəqin ki, maraqlı olan auditoriya, yəni burada olan ilkin tanışlıq xarakterli olan biliklərdən çıxış edərək özləri müstəqil şəkildə mövzuları araşdırmaq istəyə bilərlər. Yəni, bu istiqamətdə özləri sərbəst fəaliyyət göstərmək istəyərlər və bu zaman isə onlar üçün lazım olan məqam məhz Azərbaycan dilində eşitdikləri və ya oxuduqları
adların, terminlərin, sözlərin ingilis dilində necə olmasıdır. Yəni onun qarşılığını necə tapa bilməkləridir. Və ingilis dilində olan bu təqdimatlar məncə onlar üçün xeyli dərəcədə köməkçi ola bilər. Onlara xeyli dərəcədə kömək edə bilər. Yəni bu birinci formatda olan mühazirələrdir, amma ikinci formatda olan mühazirələr onlar yazmış olduğum Azərbaycan dilində yazmış olduğum kitabların skrinləri üzərindən həyata keçirilir. Məsələn, qeyri-formal məntiq playlistə daxil olsanız, yəni burada gördüyünüz kitab, yəni bu müəllifi olduğum kitabdır və həmin kitabın skrinini paylaşaraq, yəni oradakı mövzuların bir-bir izahını burada həyata keçirməyə çalışıram. Yəni bu iki istiqamətdən köməkçi ola bilir. Həm oxuya bilmək imkanı vardır, yəni kitabı video formatda oxumaq mümkündür. Təbii mövzular üzrə bu kiçik həcmli bir materiallardır, bir neçə səhifəlik materiallardır. Amma istənilən halda kitabı oxumaq imkanı yaranır və ikinci halda isə onun həm də dinlənilməsi, yəni izah edilməsi imkanını da əldə etmək mümkündür. Beləliklə, yəni bu birinci istiqamətdə qeyd etdiyimiz kimi kanalın məqsədi bu virtual auditoriyanın formalaşdırılmasıdır. Yəni bu peşəkar YouTuber fəaliyyəti deyildir. Və ikinci istiqamətdə bu bilavasitə, yəni müəllif olaraq mənim, əgər belə demək mümkündürsə, yaddaşımın və ya zehnimin əlavəsi, uzantısı olaraq düşünülüb. Yəni koqnitiv elmdə belə bir anlayış var. Genişləndirilmiş zehin, yəni extended mind kimi ifadə edilir. Yəni bu anlayışın məzmunu ondan ibarətdir ki, bizim istifadə etdiyimiz məsələn smartfonlar, kompüterlər, eyni zamanda müasir dövrdə süni intellektin bizim üçün yaratmış olduğu imkanlar bir növ bizim zehnimizin əlavəsi, uzantısı kimi çıxış edir. Yəni insan zehni, insan beyninin sərhədləri ilə məhdudlaşa bilməz. Və bu baxımdan, yəni oxuduğum, öyrəndiyim, apardığım tədqiqatların, yəni hamısının yaddaşda saxlanması ola bilsin ki, çətinlik yarada bilər. Yəni mən sadəcə onları hissə-hissə, yəni burada müxtəlif mövzular, müxtəlif akademik sahələr üzrə qruplaşdırıram və bir növ özümün yaddaş bazamı yaratmağa çalışıram. Və bu peşəkar YouTuber fəaliyyəti ilə birbaşa ziddiyyət təşkil edir. Yəni bu fəaliyyətin məqsədləri ilə birbaşa ziddiyyət təşkil edir. Yəni YouTuber fəaliyyətinin uğurlu olması üçün, yəni əsas məqsəd auditoriyanın maraqlarını nəzərə almaqdır. Onlar üçün maraqlı olan videoların, kontentlərin hazırlanmasıdır. Amma mən əks prinsipdən çıxış edirəm. Yəni mənim üçün maraqlı olan, yaddaşımda saxlamaq istədiyim mövzuların seçimini aparıram və onların auditoriya üçün maraqlı olub-olmaması, yəni açıqcası mənim üçün ikinci dərəcəli əhəmiyyət kəsb edir. Əgər bizim maraqlarımız üstə düşərsə, deməli biz kiçik həcmli bir auditoriya ilə ünsiyyət saxlaya bilərik. Yəni bu bizim üçün həm də bir maraq kəsb edir, bir ünsiyyət, kommunikasiya, müzakirə marağı kəsb edir. Amma qeyd etdiyim kimi, yəni burada geniş həcmli bir auditoriyanın formalaşması məqsədi izlənilmir. Yəni ola bilsin ki, mənim marağım geniş həcmli bir auditoriyanın marağı ilə üstə düşə bilməz. Yəni prinsipcə bu imkanlar da o qədər geniş deyildir. Amma istənilən halda mən yenə də özüm üçün maraqlı olan, yəni akademik cəhətdən maraq kəsb edən mövzuların seçilməsini, müzakirəsini həyata keçirirəm. Beləliklə, yəni bu birinci istiqamətdə, yəni kanalın fəaliyyət prinsipi, fəaliyyət deyək ki, fəlsəfəsi, ikinci istiqamətdə bu genişləndirilmiş zehin funksiyasının özündə əks etdirir və akademik mövzulardan başqa, yəni sizin burada görəcəyiniz məsələn muzeylər haqqında məlumatlar, travel videos və yaxud xatirələr, müxtəlif elementlər və yaxud şəxsi xarakterli olan bəzi, məsələn, məlumatlar, yəni bu müəllif olduğumuz kitablar haqqında məlumatdır. Yəni bu akademik konfranslar, intervyu, yəni vermiş olduğumuz akademik müsahibələr haqqında
məlumatlardır. Yəni 14 mövzu, 8 mövzu və eyni zamanda mənim üçün maraqlı olan, yəni müxtəlif çıxışlar, məsələn, burada siz birinci mövzuda şuurun insan beynindən kənarda necə mövcud ola bilməsi ilə bağlı bir beynəlxalq konfransı dinləyə bilərsiniz. Bu beynəlxalq buddist cəmiyyət ilə bir Amerikan universitetində çalışan psixiatrist, psixiatriya mütəxəssisinin, müəlliminin dialoqu əsasında qurulmuşdur. Maraqlı bir mövzudur. Məsələn, burada siz dördüncü video bu David Chalmers, Avstraliya mənşəli Amerikan filosofu, zehin filosofu. Yəni indi haqqında danışdığım genişləndirilmiş zehin və müasir texnologiya haqqında qısa bir video müraciət, video izahatı özündə əks etdirir və növbəti məsələn Əziz müəllim, yəni bu Bakı Dövlət Universitetində təhsil almış və bir zamanlar fəlsəfə ilə tanış olmuş insanlara yaxşı tanış olan bir addır. Məsələn, onun sinergetika haqqında olan mühazirəsindən, elmi seminarından kiçik bir parça, 4 dəqiqəlik bir parça burada öz əksini tapmışdır. Beləliklə, yəni bu günə müzakirə etmək istədiklərim bu qədər. Yəni kanalın genişləndirilməsi məqsədini birbaşa olaraq təbii ki, qarşıya qoymamışam, artıq qeyd etdiyim kimi. Amma çox istərdim, yəni kanal heç olmasa 1000 nəfərlik subscriber, abunə həddini keçmiş olsun, səviyyəsini keçmiş olsun və bir neçə ildən sonra əgər 10.000-ə çata bilərsə, abunə sayı 10.000-ə çata bilərsə, yəni bu artıq kanalın öz məqsədinə artıqlanması ilə çatması anlamını kəsb etmiş olacaq. Yəni burada da abunə sayının nisbətən çox olması, yəni ilkin hədəf olaraq 1000 nəfəri keçməsi və uzaq perspektivdə, bir neçə illik perspektivdə 10.000-ə çatması, bu sadəcə daha geniş həcmli bir kanalların, daha çox abunə sayına malik olan kanalların paylaşdığı kontentlərin fərqli alqoritm üzrə daha çox izləyicilərə, daha çox YouTube istifadəçilərinə çatdırılması ehtimalıdır, gümanıdır. Yəni bu güman, bu ehtimal müxtəlif YouTuberlər tərəfindən irəli sürülür və burada da məqsəd, yəni sadəcə olaraq ola bilsin ki, kontent potensial cəhətdən yəni daha çox insanlar üçün maraqlı ola bilər. Yəni xüsusi seçilmiş individual insanlar üçün maraqlı ola bilər, amma kanal əgər kiçik həcmlidirsə, deməli alqoritm üzrə o çox yayılmır, yəni daha çox izləyiciyə göstərilmir və biz potensial cəhətdən, yəni bundan faydalana bilən ayrı-ayrı insanlara çata bilmirik, onlar ilə kommunikasiya qura bilmirik. Yəni bu məqsədlə əgər dəstək ola bilsəniz, yəni abunə sayının artmasına kömək edə bilsəniz, yəni kanal haqqında məlumatı paylaşa bilərsiniz və bununla bir növ kanala özünüzün mənəvi dəstəyinizi göstərə bilərsiniz. Diqqətinizə görə minnətdaram. Suallarınız olarsa həmişəki kimi ünvanlaya bilərsiniz. Onları cavablandırmaqdan hər zaman şad olaram. Hələlik.